Filologiya üzrə fəlsəfə doktoru, dosent, Dilbil platformasının təsisçisi Dürdanə xanım Rəhimzadə qonağımızdır. Dürdanə xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm. Xoş günlərinizə gəlir. Dürdanə xanım, eyni mövzuda kontent istehsal edirik. Sizin Dilbil platformanız var, bizim də Dildarlar. Biz mütəmadi olaraq deməzdim ki, hər zaman, amma çox vaxt qarşılaşırıq. Bizə qarşı müəyyən bir aqressiya, bəzən bunu hüquqi arqumentlərlə əsaslandırırlar. Siz qarşılaşırsınız belə aqressiyalarla və yaxud da ki, necə fikirləşirsiniz? Bir insan niyə ana dili haqqında kontent yaradan bir insana aqressiya bəsləməlidir? Məndə aqressiya deməyim, qıcıqlı reaksiyalar olur. Hansı məqamlarda olur, bu barədə sonra danışacağam. Mən belə fikirləşirəm ki, bəlkə məndə ona görə qarşı gəlmirlər ki, fikirləşirlər ki, müəyyən yaşı var, təcrübəsi var. Bəlkə sizdə o aqressiya dediyiniz ondandır ki, bəlkə gəncsiz ona görə və s. Amma ana dili ilə bağlıdırmı bu, bilmirəm, bəlkə də elədir. Aqressiyanın səbəbini düşünmək lazımdır. Bəlkə o da qıcıqdır. Niyə bunlar demək olar məsələn. Amma fikirləşirəm ki, müəyyən məqamlar var ki və müəyyən istiqamətlər var ki, bu tərəfə doğru danışanda o bir istiqamət etiraz bildirir. Bayaq bəzi məqamlara toxundum, onlara bir də toxunum. Məsələn, elə fikirlər var ki, biz deyirik ki, rus dilində filan sözü işlətməyin. Bu sözün qarşılığı bizdə filan sözdür. Və bu zaman ki, biz bilirik, Azərbaycan dilində 50 milyon insan danışır. Bunun böyük qismi Güney Azərbaycandadır. Və onlar sırf türk mənşəli sözlərin arxasınca gedən bir insanlardır. Ona üstünlük verirlər. Ərəb-fars sözlərindən uzaqlaşmağı üstün tuturlar. Ona görə onların reaksiyası fərqli olur. Onlar bu mövqedən yanaşmırlar ki, rus dilində istifadə olunan sözlər bizim lüğətimizdə yoxdur. Bizim borcumuzdur ki, lüğətimizi bəyənsək də, bəyənməsək də orada olan sözlərdən istifadə eləyək. Bu sözlər artıq əsrlərdir ki, dilimizdə işlənir. Artıq oturuşmuş sözlərdir, işlənmə hüququ qazanmış sözlərdir. Bu onları düşündürmür. Onların beynində hal-hazırda bir əsas istiqamət var ki, ərəb-fars sözləri türk mənşəli sözlərlə əvəz olunmalıdır. Bu əslində yaxşı bir tendensiyadır, yaxşı bir istiqamətdir. Amma hər bir istiqamətin fəsadı olduğu kimi bunun da fəsadları mövcuddur. Nədən ibarətdir bu fəsadlar? Birincisi, dilə kənardan qəti müdaxilə, kəskin müdaxilə, daha doğrusu müəyyən mənfi nəticələrə gətirib çıxara bilir. Birincisi, İlber Ortaylı'nın dediyi ki, mən də bunu dəfələrlə təkrar eləmişəm, bu nəsillər arasında əlaqəni kəsir, uzaqlaşdırır nəsilləri bir-birindən. Düşünün ki, dilin tərkibi xeyli dəyişib və yaşlı nəsil artıq cavan nəsli və əksinə cavan nəsil yaşlı nəsli anlamır. Bir istiqamət. İkinci istiqamət, klassik ədəbiyyatla əlaqə üzülür. Yəni, ərəb-fars sözlərini bəyənsək də, bəyənməsək də bizim klassik ədəbiyyatımızın söz tərkibi faktiki olaraq ərəb-fars sözləridir. Və biz o hissəni tarixdən silmiş oluruq. Bu proses həyata keçirilməmiş belə klassik ədəbiyyatdan artıq gənclər xeyli uzaqlaşıblar. Düşünün ki, biz ərəb-fars sözlərini tamamilə silib qarşılığını türk mənşəli sözlərlə versək, klassik ədəbiyyat o 20%, 30% nə qalıbsa o da silinəcək. Bu ikinci fəsad və ən nəhayət üçüncü fəsad. Gəlin baxaq görək Türkiyə türkçəsində nə baş verdi. Onlar əvəz elədilər 20-30-cu illərdə və nəticədə yeni gəlmiş sözlərin bir hissəsi dildə oturuşdu, digər hissəsi oturuşmadı. Nəticədə bu sözlərin əvəzinə o hər zaman hazır dayanan Avropa mənşəli sözlər gəldi, oturdu. Beləliklə siyasət oldu politika,
nəzəriyyə oldu, teori və bu şəkildə xeyli sözlər Avropa mənşəli sözlərlə əvəz olundu. Deməli, dilin tərkibi yenə dəyişdi. Əgər ərəb mənşəlini çıxardıb Avropa mənşəlini gətirəcəkdiksə, bunun mənası nə idi? Amma türk mənşəliləri də daxil eləmək lazımdır. Necə olmalıdır? Biz hər yeni lüğət çıxaranda türk mənşəliləri yeni yaranmış ola bilər, digər türk dillərindən aldığımız ola bilər, dialektlərdən götürdüyümüz ola bilər. Burada uğurlu seçimlər lazımdır. Lazım olan sözləri götürürük, lazım olmayanları götürmürük. Və bu şəkildə seçilmiş sözlər alternativ olaraq daxil edilir lüğətə. Bunların üzərində çox işlənir, bunları təbliğ eləmək üzərində işləyirik və bunlar oturuşacaqsa oturuşacaq, oturuşmayacaqsa onda əvvəlki variant qalacaq, deməli o variant hələ ki gedir. Yəni bu müdaxilə tədricən olmalıdır, mülayim bir şəkildə olmalıdır ki, dildə fəsadlar yaranmasın. Dürdane xanım, dilimiz türkçənin ən qədim qollarından biri hesab olunur. Bunun tarixi əsasları da var, elmi əsasları da var. Bugün biz dilimizi Azərbaycan dili adlandırsaq, onun türk dili olmağını inkar etmiş olarıq. Qətiyyən. Dilimiz tarix boyu zaman-zaman müxtəlif cür adlandırılıb. Bunun böyük bir qismi türkçə, tatar türkçəsi və s. Sovet dövründə bir cür, Rusiyanın tərkibində olanda başqa cür, yəni Sovetdən öncəki dövrdə. Və Stalin dövründə artıq dilimiz Azərbaycan dili adlandırılmağa başladı. Bunun siyasi tərəfləri var, nə əsasla bunu elədilər, buna toxunmuruq. Faktiki olaraq dilimiz Azərbaycan dili adlanır, amma bu türk mənşəlilikdən uzaqlaşma demək deyil. Dilimiz Azərbaycan dili adlanır, Oğuz qrupuna daxildir. Oğuz qrupuna daxil olan 4 dildən biridir. Bu qrupa da daxildir türk, türkmən, qaqauz və Azərbaycan dilləri. Bizə ən yaxın olan dillər bunlardır. Bu dillərlə ortaq sözlərimiz çoxdur. O cümlədən Türkiyə türkçəsi ilə ortaq sözlərimiz çoxdur. Amma bu bizim eyni dil olmağımız anlamına gəlmir. Türkiyə türkçəsinin özünə məxsus tam fərqli sözləri var. Həmən sözlərin dilimizdə qarşılığı var və biz Türkiyə türkçəsindən istifadə etməliyikmi? Bəli. Bu arada Dürdane xanım, Türkiyə türkçəsi deyirsiniz. Biz adətən Türkiyəli deyəndə qəribə səslənir. Deyirlər ki, Türkiyəli yox, türk. Ay savadsız, dildarsan, sən türk. Əslində türk, axı o türk deyil. Ümumiyyətlə Türkiyəlilər türk sözünə çox mənimsəyiblər, yox? Bilirsiniz necədir? Türk dediyimiz zaman buna iki məna verilməlidir. Təəssüf eləyirəm ki, Azərbaycan dilində bu iki söz bir-birindən fərqlənmir. Məsələn, Rus dilində bir dəfə də mən bu barədə danışmışam. Türkski var. Türk soylu, türk mənşəli. Bir də Turetski var. O Turetski dediyimiz Türkiyəni nəzərdə tutur. Türkski deyəndə isə türk mənşəlilik nəzərdə tutulur. Mənə elə gəlir ki, biz də bu iki anlamı bir-birindən fərqləndirmək üçün bu türkski mənasında başqa bir söz işlətməliyik. Çünki biz bilirik ki, Türkiyə türkçəsi də uzun müddət Osmanlı türkçəsi adlandırılıb, Osmanlıca deyiblər. Sonra 20-30-cu illərdə özləşmə prosesi gedəndə onun da adını türkçə qoyublar. Və nəticə etibarilə onlar təklif eləyirlər ki, Türkiyə türkçəsi, Azərbaycan türkçəsi, Özbək türkçəsi və s. kimi adlandırılsın. Hətta mən bilirəm ki, bizim böyük dilçilərimiz həmişə bu fikrə qarşı çıxaraq deyirdilər ki, Türkiyə dilçilərinin bütün digər dilləri ləhcə adlandırmaq kimi bir üstünlüyü, xüsusiyyəti, üstünlük deməyim, ləhcə adlandırmağa üstünlük verirlər. Bizim dilçilərimiz bu fikrə qarşı çıxırlar hər zaman. Hal-hazırda da bu belədir və hesab etmirlər ki, dilimiz ləhcədir. Hesab edirlər ki, dilimiz müstəqil, öz inkişafına malik dillərdəndir və eləcə də bütün türk dilləri. Analogiya aparsaq, düşünün ki, belə bir
paralel aparmış oluruq. Məsələn, Slavyan Balqarcası, Slavyan Ruscası, Slavyan Belaruscası demirik ki. Çünki bizdə necə ki türk dilləri qrupu var, necə ki o qrupa bir çox türk dilləri daxildir, eləcə də Slavyan dilləri var, eləcə də başqa dillər var. Heç birində daxil olduğu qrupun adı çəkilmir ki, filanı misal üçün. Bu dillərin heç birində həmən dilləri ləhcə adlandırmırlar. Məncə bizdə də bu türk dilinin ləhcəsi deyil, ayrıca bir dövlət dili olaraq Azərbaycan dili adlandırılır. Adını necə qəbul eləyiblərsə o cür adlandırmalıyıq. Kökünün hardan gəldiyini bilməliyik və ortaq sözlərimizdən istifadə etməliyik. Bizdə qarşılığı olmayan, amma uğurlu şəkildə türkçəsində olan sözləri oradan seçib dilimizdə istifadə etməliyik. Və qeyd edeyim ki, dilimizdə olmayan, amma həm Türkiyə türkçəsində bəzilərinin olduğu, digər türk dillərində bəzilərinin olduğu, Güney Azərbaycan türkçəsində olan sözləri, uğurlu sözləri seçib, gətirib bizdə qarşılığı olmayan sözlər kimi dilə daxil etməliyik. Bu istənilən dilin inkişaf prosesi və yəni əslində tamamilə doğrudur və biz isə bugün nə edirik? Dilimizdə mövcud olan sözün əvəzinə Türkiyə türkçəsindən söz istifadə edirik. Oturmuş bir söz artıq tamamilə doğrudur və nəticədə biz dilçilər deyirik ki, gəlin dilimizi təmiz saxlayaq. Başqa dillərdən Türkiyə türkçəsi olsun, oradan söz götürməyək. Qarşılığında nə alırıq? Niyə siz Türkiyə türkçəsinə qarşısınız? Niyə siz o dildən bizim türkçəmiz eynidir? Siz Turana qarşısınız və s. kimi. Mən də siz bayaq dediniz ki, qıcıq, aqressiya və s. o mövzuda danışan kimi elə bir qıcıqlı reaksiyalar mən də alıram. Niyə? Çünki insanlar anlamırlar ki, lazım olan sözü qəbul eləməyin əleyhinə deyilik biz. Lazım olmayan sözün, dilimizdə mövcud olan, elə türk mənşəli olan sözün başqa Türkiyə türkçəsi olsun, başqa dillər olsun, oradan yenidən götürüb onun əvəzinə bunu işlətməyin əleyhinəyik. Amma elə sözlər var ki, çox uğurludur və biz o sözdən hətta istifadə etməliyik. Onu Türkiyə türkçəsindən götürməliyik. İstər başqa türkmən dilindən də uğurlu söz götürə bilərik, özbək dilindən də götürə bilərik, qaqavuz dilindən də götürə bilərik. Əsas odur ki, bizə lazım olan gözəl söz ehtiyatını yaradaq. Həm türk mənşəli, həm də təmiz, gözəl səslənən, verilən sözün mahiyyətini özündə əks etdirən gözəl sözləri dilimizə yığaq. Çünki bugün buna böyük ehtiyac var. Ölkəmizdə bəzi sevilən simalardan biridir bu insanlar, dramaturqlar, yazıçılar bəzən belə fikirlər səsləndirirlər ki, Azərbaycan dilindən Türkiyə türkçəsi birləşməlidir və yaxud da gələcəkdə belə bir şey, bir iddia kimi, nə bilim, gözlənti kimi, bəlkə də bir istək kimi bunu səsləndirirlər ki, birləşsə daha məqsədə uyğun olur. Buna isti baxırsınız, ümumiyyətlə mümkün görürsünüz? Mən hesab etmirəm ki, hər hansı bir dil daşıyıcısı öz dilinin ən sevdiyi dostunun dili ilə birləşməsi olsa belə ona isti baxar. Ortaq türkçədən söhbət gedir, ortaq türkçə ola bilər və ortaq türkçə artıq müəyyən o dildə müəyyən kitablar da çap olunmağa başlayıb. Ortaq türkçədən söhbət gedə bilər burada. Çünki ortaq türkçə söhbətləri artıq var. Buna isti baxan alimlərimiz, dilçilərimiz az deyil. Ortaq türk əlifbası artıq qəbul olundu. Yəqin ki, bu barədə məlumatınız var və hətta bu əlifbada artıq müəyyən əsərlər də çap olunur. Amma bu yalnız əlifbadır. Və bu əlifba onun üçündür ki, məsələn, eyni hərfi müxtəlif dillərdə fərqli, daha doğrusu eyni səsi müxtəlif türk dillərində fərqli hərflərlə, fərqli işarələrlə verməsinlər. İdirsə, hamısında eyni olsun və fərqli səslər varsa, məsələn, bir çox türk dillərində n diftonqu var. Elə bizdə də arxaik bir səs olaraq mövcud olub vaxtilə, sonra arxaikləşib.
Bunu o əlifbaya salıblar. Hansısa türk dilində olan, digərində olmayan iki hərf var. Onları da ora daxil eləyiblər ki, türkmən dilində də çap olunanda o hərf eyni qalsın. Hamı, bütün türk xalqları o əlifbada çap olunan əsəri oxuya bilsin. Amma ortaq türk dili bu artıq başqa bir işdir, başqa bir anlayışdır və bunun üzərində işləmək lazımdır. Olarmı? Bəlkə də olar. Bu barədə mən dəqiq bir fikir deyə bilmərəm. Bunun olması bir dilin digər dillə əvəz olunması anlamına gəlmir və düşünürəm ki, bu ola bilər. Dürdanə xanım, biz buraxılışımızın əvvəlində bizə qarşı olan qıcıqdan, aqressiyadan danışdıq. Bizə daha çox rus dilindən bağlı rəylər gəlir. Belə patoloji bir nifrət deyək, necə adlandırım bilmirəm. Məsələn, türk dilində Türkiyə türkçəsindən eşitdiyimiz sözlərlə danışan gəncləri biz bir növ tənqid yox, müzakirə eləyəndə bizə deyirlər ki, ancaq elə türklərdən türkofobsuz, türklərdən zəhləniz gedir, onların əleyhinəsiz. Rusca danışanlara niyə heç nə demirsiniz? Rusca danışanda da deyirlər bu siyasətin alətidir. Nə bilim, dünyada o qədər rus dilində danışan insanlar var. Bizim rus dili bilməyimizdə pis bir şey yoxdur. Biz əlbəttə ki, əlavə dil bilməyin əleyhinə deyilik. Biz özümüz də, yəni elə insanlar olur ki, onlarla mən mütləq rus dilində danışmalı oluram. Həyatımda yəni rus dilini istifadə edirəm və təhsilim də həmişə rus dilində olub. Biz də bilirik ki, siz ölkəmizdə yaşayan rus dilli insanlarla çalışırsınız, onlara Azərbaycan dilini öyrədirsiniz. Ümumiyyətlə, o insanların bu dilə qarşı yanaşması necədir? Öyrənmək istəyirlər Azərbaycan dilini. Mənim işlədiyim insanların, rus dili adlandırdığımız insanların hamısı Azərbaycan dilində təmiz danışmadıqlarının əziyyətini çəkirlər. Bundan narahatdırlar və təmiz danışmaq arzusundadılar. Niyə? Çünki bunlar yetkin, özünü dərk edən, dünya görüşlü insanlardır. Və bunlar anlayırlar ki, dil bilmək çox gözəldir. Türkiyə türkçəsini gözəl bilmək çox yaxşıdır. Məyər siz düşünürsünüzmü ki, Türkiyə türkçəsinin bir çox ifadələrini, onların dəbidə olan ifadələrini işlədənlər, onların tərzində r-nı ingilis sayağı r kimi istifadə eləyənlər Türkiyə türkçəsində təmiz danışırlar? Yox, əlbəttə. Onlar oradan-buradan eşitdiklərini dillərinə daxil edirlər. Eləcə də rus dili sözlərindən, rus dilindən olan bəzi sözlərdən istifadə edənlər məyər rus dilində təmiz bilirlər? Yox. Qarışdıranlar hesab etmirəm ki, o dilləri təmiz bilən insanlardır. Əksinə, heç bir dili təmiz bilməyən insanlardır. Həm Azərbaycan, həm rus, həm ingilis, həm Türkiyə türkçəsi qarışdırırsa deməli təmiz bilmir. Təmiz bilən və ya təmiz bilməyə çalışan o adamlardır ki, hər bir dildə səlis, düzgün, digər dillərin sözlərini qarışdırmadan danışmağa cəhd edir, öyrənir və ya artıq danışır. Çox dil bilmək mükəmməldir və çox dil bilən, dünya görüşü geniş olan, savadı geniş olan, söz ehtiyatı geniş olan insan dilləri qarışdırmır, hər bir dildə təmiz danışır və bununla da bundan özü zövq alır, digərlərinə də zövq verir. Ölkəmizdə rus dilli insanların, rus dilində danışan insanların çox olduğunu nəzərə alsaq və onların bir qisminin də sizin də qeyd etdiyiniz kimi ana dili, daha doğrusu ana dili olmaya bilər, Azərbaycan dilini öyrənmək cəhdini nəzərə alsaq, biz onda deyə bilərik ki, ölkəmizdə deməli ki, dilə qarşı tələb var. Ötən verilişlərimizin birində belə bir fikir səsləndi. Dedilər ki, Azərbaycanda işə girmək üçün də ana dili o qədər də tələb olunmur. Məsələn, rus dilində restoranlar var, kafelər var. Onlar rus dilində gedib yəni rus dilində, yalnız rus dilində danışan bir insan Azərbaycanda asanlıqla iş tapa bilər. Yəni zəruri deyil onun üçün Azərbaycan dilini öyrənmək. Amma cavabınızdan belə başa düşürəm ki, onlar üzərində bir təzyiq hiss eləyiblər. İşdən işə fərq var. Öyrənmək istəyirlər. Və bəli, öyrənmək istəyirlər. Əlbəttə, insandan insana da fərq var, işdən işə də fərq var. Bəlkə elə bir iş quracaq ki, məsələn deyirəm, masajistdir.
masajla məşğuldur. Bunun hansı dildə danışmağı, Filippinlini də gətirsən burada masaj eləyəcək. Məsələn, o da 2 kəlmə ingiliscə söz deyəcək, işini görəcəkmi? Görəcək. 3 kəlmə, 5 cümlə ilə yola verəcək. Əgər elə işlərdən danışırıqsa, bu ayrı, ehtiyac olmaya bilər. Amma əgər dil tələb olunan, yazı tələb olunan, müəyyən elm tələb olunan və müəyyən dünya görüşlü insanlarla ünsiyyət tələb eləyən dildə, daha doğrusu bu cür işlərdə işləyən insanlardan danışırıqsa və ümumiyyətlə Azərbaycan vətəndaşı olduğunu milliyyətdən asılı olmayaraq dərk eləyən insanların hamısı, bu məsuliyyəti daşıyan insanların hamısı dili mükəmməl öyrənmək yolundadırlar. Mənim tələbələrimin 60%-i qeyri-Azərbaycanlılardır, Azərbaycan vətəndaşlarıdır və çox böyük sevgi ilə Azərbaycan dilini öyrənirlər. İnanın, onların o özlərinə qarşı tələbkarlığını görsəniz, bu dilə sevginiz biraz da artar ki, bu dili bu qədər insan öyrənməyə çalışır. Mən elə insanlara çox böyük hörmətlə yanaşıram. Tarix boyu Rusiyanın ölkəmizə təsirindən biz bir qədər əvvəl də danışdıq. Məncə bu barədə heç yəni xatırlatmağa da ehtiyac yoxdur, aydın məsələdir. Bu bizim rus dilinə qarşı mövqeyimizi necə dəyişib? Biz ondan nə qədər asılıyıq və yaxud da rus dili bizim üçün nə qədər önəmli bir mövqedədir? Mən belə deyim, əlbəttə biz siyasi baxımdan o dilə yanaşsaq, xalqımızın ayrı-ayrı nümayəndələrinin bu məsələyə münasibəti də fərqlidir. Biz bugün bəli, düşünən başlarımızın üzüldüyünün şahidiyik, tarixi mənbələrimizin yox olmasının şahidiyik. Bunlar hamısı bəllidir. Amma Sovet dönəmində kütləvi savadlanmanın da şahidiyik. Ən ucqar kəndlərimizə elektrik çəkilməsinin, savadsız insanların olmamasının, kütləvi şəkildə hamının məktəbə getməsinin və s. bunun da şahidiyik. Bugün biz bir çox ölkələrlə müqayisə aparsaq, o qan davaları və s. bu məsələlərin olmamasının şahidiyik. Bunun mənfi və müsbət tərəfləri var. Amma söhbət dildən gedirsə, mən hesab eləyirəm ki, nə qədər çox dil bilsək, o qədər yaxşıdır. Bu biraz pafoslu səslənə bilər. Mən konkret bu dilin bizə xeyrindən danışmaq istəyirəm. Faktiki olaraq bugün bizim internet resurslarımız əgər maksimumunu 100% götürürüksə 20% dərəcəsindədir. Gəlin bunu etiraf eləyək. Və biz bu resurslara hələ ki çatmaq üçün digər dillərdən istifadə eləməliyik. Mənim üçün ən əlçatan dil rus dilidir. Çünki mən Türkiyə türkçəsində söhbət eləyə bilərəm, nə var, nə yox, necəsən, amma elmi məqalələri mən Türkiyə türkçəsində oxuya bilmirəm. Oxuyuram, bəlkə 50%-ni anlayım. Başa düşmürəm. Bəli. Çünki terminologiya bizimkindən tam fərqlidir. Mənim üçün elmi bir məqaləni rus dilində oxumaq daha rahatdır, nəinki Türkiyə türkçəsində. Yenə də deyirəm, söhbət eləmək üçün çox rahat mən söhbət eləyə bilərəm. Hətta mən Türkiyədə danışanda seçə bilmirlər ki, mən Azərbaycanlıyam və yoxsa Türkiyə. Amma bu ancaq danışıq səviyyəsində. Biraz dərinə getsək, məsələn, mən konferanslarda çıxış eləyəndə öncədən Azərbaycan dilində danışacağımı elan eləyirəm. Onlara da bu çox xoş gəlir. Çünki elmi dildə mən Türkiyə türkçəsində danışmağa mənə elə gəlir ki, mən o dərəcədə izah eləyə bilməyəcəm. Ona görə Türkiyə türkçəsində o slaydda verilir, özüm isə Azərbaycan dilində anlayıram. Çünki elmi terminlər fərqlidir. O ki qaldı, əsas mətləbdən uzaqlaşdım, rus dilinə. O ki qaldı rus dilinə, rus dili hal-hazırda bizim böyük kütlənin dünyaya çıxışıdır, hələ də belədir. Hələ də mən xarici ədəbiyyat ən çox
ən son çıxan xarici ədəbiyyatı rus dilində daha rahat tapıram və oxuyuram. Azərbaycan dilinə onun tərcümə olunmasına hələ uzun müddət keçməlidir ki, o elmi məqalə tərcümə olunsun və mən onu Azərbaycan dilində oxuyum. Ya türkcə, ya rusca, ya da ingiliscə ki, bizdə kütləvi şəkildə ingiliscəni o dərəcədə bilən yoxdur. Bilənlər var, amma yəni o faiz nisbətində götürsək, bu da bəlkə 20%-dən çox deyil. Bizə elə bir dil lazımdır ki, böyük kütlə ondan istifadə edə bilsin. Mənim yaşıdlarım hələ ki ruscadan rahat istifadə edə bilirlər və Bakının da müəyyən bir qismi yenə ruscadan rahat istifadə eləyir. Ona görə məncə dilə düşməncəsinə yanaşmaq doğru deyil. Sağlam düşüncə tərzi deyil. Tamamilə haqlısınız. Dili bilmək lazımdır. Lazım olanda istifadə etmək lazımdır, amma qarışdırmaq lazım deyil. Ötən gün sosial şəbəkələrdə bir video görmüşdüm. Rusiyadan bir bloger qız gəlib, deyir ki, mən bura gələndə fikirləşirdim ki, heç kəs məni başa düşməyəcək, amma elə bir özümü vətəndə hiss elədim. Biraz məni qıcıqlandırdı, çünki yəni əcnəbi bir insan burada rahatlıqla yaşaya bilər. Bilirsiniz necə? Yəni dilə qarşı çox radikal yanaşmırmışıq kimi. Bəlkə də yanaşmalı deyilik, bilmirəm, mən səhv fikirləşirəm, amma gəldi, gördü ki, dedi, mən gördüm ki, indiyə qədər qarşılaşdığım insanların 90%-i rus dilində danışır. Rus dilində bilir demədi, rus dilində danışır dedi. Yəni rus dillilərdir. Bəli. Bu normaldır. Bu normal deyil. Bu təəssüf doğuran bir haldır. Bizim kinoteatrlarımızda mən bunu bəlkə 100-cü dəfədir deyirəm. Filmlərin rus dilində alt yazı ilə verilməsi, tərcümə olunmaması məni düşündürmür. Biz əgər Qarabağı almaq gücünə malik olduqsa, bizim yəni o gücümüz yoxdur ki, biz filmləri Azərbaycan dilinə tərcümə eləyək. Biz filmləri dublyaj eləyə bilək. Marketinqə görə belədir, yoxsa bu yəni siyasi addımdır, marketinqə görə belədir, daha çox satılsın bilet, yəni necə? Ümumiyyətlə elə filmlər var ki, onlar yalnız rus dilində verilir, Azərbaycan dilində subtitr verilir. Tərsin olmalı deyil. Tərsin ol. Heç ümumiyyətlə subtitrə ehtiyac yoxdur, dublyaj olunmalıdır və operativ olunmalıdır. Məncə bizim buna resursumuz da, pulumuz da, hər şeyimiz də var. Və çox gözəl dublyaj aktyorlarımız var. Bəli. Hərçənd dublyajın uğursuzları da çoxdur. Və mən bəzən dublyaja qulaq asanda elə bilirəm ki, bizdə köməkçi nitqsələri yoxdur, feil bağlamalar yoxdur, tərkibli cümlələr yoxdur, mövcud deyil. Çox primitiv bir dildə tərcümə eləyirlər və yalançı pafos çox üstünlük təşkil eləyir. Biraz iyrəndirirlər Azərbaycan dilindən və ona görə də dili dərindən bilməyən insanlar sanki axtardıqları bəhanəni tapırlar. Və deyirlər, görürsüz, dil zəifdir də. Etiraf eləyin, bu dil zəifdir də. Kəsaddır deyil. Kəsaddır, elə deyil. Heç uzağa getmirəm. Açın 50-60-cı illərin ədəbiyyatını oxuyun. Salam Qədirzadə, Süleyman Rəhimov, İsmail Şıxlı. Mən rus dillərlə məşğul olanda həmişə mətnlər axtarıram. Ən təmiz dili İsmail Şıxlıdan. İnanın, o qədər söz var ki, bugün artıq yoxdur, istifadə olunmur. Biz bir dil daşıyıcısı olaraq, biz deyəndə mən Azərbaycan xalqını, gəncləri nəzərdə tuturam. Söz ehtiyatı çərçivəsini daraldıb, düşünün ki, bu qədər olanı gətirib bu qədərə salmışıq və deyirik ki, kəsaddır. Dil bu və ya digər insanın istifadə etdiyi şəxsi söz ehtiyatından ibarət deyil. Dilin tərkibində çox sözlər var və ondan istifadə etmirsə, bu ayrı-ayrı fərdlərin günahıdır, dilin günahı deyil. Bu bir. İkinci məsələ də dil günahkar deyil ki, onun söz ehtiyatı müasirləşmir. Dilimiz zəngindir, amma müasir deyil. Buna etiraf etməliyik. Bu da dilçilərin günahıdır. Çünki dilə sözlər daxil olduqca o sözləri intensiv şəkildə lüğətə daxil etmək lazımdır. Mən illərdir bundan danışıram, bəlkə bu cümləni milyonuncu dəfədir deyirəm. Amma hələ ki bir irəliləyiş, belə gözə görünən bir irəliləyiş görmürəm. 21-ci ildə lüğətimiz çıxıb, indi 26-da deyirlər ki, mükəmməl bir lüğət çıxmalıdır. Hətta orfoqrafiya yenilənən hansı lüğətdir? Ancaq orfoqrafiya. Orfoqrafiya yenilənir. İzahlı lüğət yoxdur. Halbuki
izahlı lüğətdə hər bir sözün izahı verilir. Buraç. Mənə bəlkə yüzlərlə adam yazıb ki, buraç nədir? Çünki izahı yoxdur. Hə, yeni sözlər lüğəti 2016-da çıxıb, 10 il keçib üstündən. Yəni lüğətə daxil olan söz. Bir sözlə lüğətçiliyimiz dilə daxil olan demirəm, daxil olmalı olan sözlərin sürətindən xeyli zəifdir lüğətçiliyimizdəki sürət. Dürdanə xanım, biz dilçilərin üzərinə düşən öhdəlikdən bəhs etdik. Son olaraq fərd olaraq hər bir azərbaycanlının üzərinə düşən məsuliyyət hansılardır? Biz bəzən mövcud olan, oturmuş sözlərlə danışaraq, yalnız bu sözlərlə danışaraq təmiz Azərbaycanca danışdığımızı düşünürük. Amma gəlmə sözlər də artıq təsdiq olunubsa, məncə onlara da yer ayırmaq olar və bu bizim dilimizin yanlış danışmamız və s. mənasına gəlməz. Tamamilə haqlısınız. Mən hesab eləyirəm ki, dilinin üzərində işləyən, nitqinin üzərində işləyən insanın əlinin altında son lüğətlər olmalıdır. Bəyənsək də, bəyənməsək də 2021-ci ilin lüğəti internetdə əl çatandır, PDF variantı da var. Bu söz bu lüğətdə varmı sualı hər zaman bizim beynimizdə olmalıdır. Varsa rahat istifadə edə bilərik. Yoxdursa, deməli biz düşünməliyik ki, bunu nə vaxt dilə daxil edəcəklər. İstifadə ediriksə də, məsələn, filan dildə bu söz var, bu bizdə bu cür səslənir və s. nəsə bir keçidlə verə bilərik. Çünki əlbəttə 5 ildən bir lüğət yenilənirsə, o 5 il müddətində söz çoxdan dilə daxil olacaq. Lüğətdə yoxdursa biz onu istifadə edirik, etmirik və ya onu edəndə qarşılığı hələ ki yoxdur, ona görə bu şəkildə deyirəm kimi keçidlərlə bunu istifadə eləmək olar. Çünki mən qınamıram. Bir çox elm sahələri var ki, orada intensiv şəkildə nəinki hər il, hətta hər ay yeni söz gəlir və bu adamlar bu sözlərdən istifadə etmək məcburiyyətindədirlər. Lüğətdə yoxdursa, sən də istifadə eləmə, bəs onda necə olsun? Deməli, burada bir şəkildə o söz necəsə istifadə olunmalıdır. Bu ayrı məsələ, buna toxunmuram. Amma dilimizdə mövcud olan sözlər var ki, biz onları unutmuşuq, istifadə eləmirik, əvəzində başqa dillərdən sözlər götürürük və dilimizi kasad sayırıq. Bunun üçün nə etməlidir? Gənc əgər öz üzərində işləyirsə, nitqini zənginləşdirmək istəyirsə, bədii ədəbiyyata müraciət eləməlidir, qiraət eləməlidir. Amma elə-belə oxudum, keçdim, bu gedəcək pasiv söz ehtiyatına. O vaxt danışmışdıq bu barədə. Biz bunu kağıza, dəftərə yazmalıyıq. Tamamilə doğrudur və hər günə məqsəd qoyulmalıdır. Bu çox gözəl sözdür. Mən bunu hökmən bugünkü nitqimdə istifadə eləyəcəm. Və məzmun danışmaq. Nə hadisə baş verdisə, hansısa film, hansısa hekayə, onun məzmununu danışmaq və o öyrəşdiyimiz tərzdə danışmaq yox. Elə bir ki və s. Belə deyim. Elə də, yəni və s. onlara gedib biraz da yadlarına salıb təbliğ eləməyək bu ifadələri. O tərzdə yox, gözəl tərkibli cümlələrlə, gözəl səslənən şəkildə, amma daim hansısa məzmunu, hansısa hadisəni, hansısa əşyanı təsvir eləməklə, daim o təsvirlərlə nəyisə, nədənsə danışmaq. Hər günün sonunda o gündə həmin gün nələr baş verib onu danışandan sonra yatmaq məncə səsli danışmaq. Doğrudan bəzən çox gözəl bir elə sözlər nəticə olur verir. ki, üzr istəyirəm sözünü kəsdim. Buyurun. Bəzən elə sözlər olur ki, çox yaraşıqlı sözdür. Doğrudan bilirsiniz necə yaraşıqlı olar səslənişi, deyilişi, cümlədə yerinə oturuşu, o ahəng və s. Doğrudan da mən elə gəlir dilimiz zəngindir. Nə olur olsun, hansı argument gətirilsin. Təəssüf ki, vaxtımız sona çatır Dürdanə xanım. Bir sualım da var idi, amma siz ona sonda toxundunuz əslində. Söz ehtiyatının əhəmiyyətindən danışmaq istirdim. Siz bədii ədəbiyyatın qiraətinin əhəmiyyətindən danışdınız. Çünki biz bilirik ki, məsələn, biz dil pozuntusuna nə zaman yol veririk? Bir sözün sinonimini bilmədiyimiz halda təkrarçılıq, nitqdə adamı yorur, dinləyən adam yorulur. Bəzən bu sözü indi belə dedim, məsələn,
vacib dedim, lazım dedim, labüd dedim, önəmli dedim və s. İndi keçib başqa dildə deyəcəm, важно deyəcəm və s. Ona görə sinonimlə, daha doğrusu söz ehtiyatının əhəmiyyətindən sevindim ki, toxunduq o məsələyə, qeyd etdik, danışdıq. Təşəkkür edirik vaxt ayırıb Çox sağ gəldiyiniz olun. üçün. Mən təşəkkür eləyirəm ki, sizin kimi gənclər, bu mənim arzumdur ki, dilimizə sevgini məhz gənc nəsil təbliğ eləsin. Çünki biz artıq deyəcəyimizi deyirik, demişik bəlkə də. Nə qədər getdi, amma bunu gənc nəslə ötürmək, gənc nəslin estafeti ələ almağı mənim üçün ən sevindirici hallardan biridir. Mən sizə xüsusi təşəkkür eləyirəm ki, Azərbaycan dilinin təbliği ilə məşğul olursunuz və fəxr eləyirəm ki, bizim belə gənclərimiz var. Diqqətinizə və etimadınıza görə təşəkkür edirik. Çox sağ olun. Sağ olun.